Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rızayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb. Bölgə TV mətbuat azəsinədən xəbər verir ki, İslam Rızayev Göyçay rayonunun Hüncütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var. Bu villanın ona keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun hədiyyə etdiyi bildirilir. Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumat bir neçə il əvvəl yayılıb. Çivin iddiasına görə villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var. Xatırladaq ki, bugün həbs edilən İslam Rızayev də əslən Göyçay rayonundandır. O, Hüncütlü kəndindəki villa ilə yanaşı 50 hektar nar bağına da sahibdir. Dilbər Vüqar qızı, Bölgə TV.